Və bu qoşunlar deyəndə bu qoşun nəzərdə tutulmur, qoşun dəstələri, ayrı-ayrı hissələr. Deməli, indi aeroport olan istiqamətdən hücum elədilər, dənizdən hücum elədilər, Şamaxı yolu deyirlər, o tərəfdən hücum elədilər, ayrı-ayrı dəstələr küçələrə çıxdılar, tanklarla, müxtəlif maşınlarla, hamısı silahlı, xüsusi deməli, hissələr idi ki, xüsusi bacarıqlara malik adamlar idi. Bunlar dinc əhalini atəşə tutmağa başladı. Həmin gecə bir dəqiqə işləmiş, Leytenant Şimit adına zavod vardı, mədəniyyət evi vardı, aşağı Təhsil Nazirliyindən arxadadır. Orada mənim bacımın nəvəsini bir dəqiqə işləmiş, gülləbəran elədilər. Və elə bir çox cavanlarımız, oğlanlarımız, gələ-gələ gördük şəhidlərimizi. Bunlar hamısı 20 yanvar şəhidləri. İlham və Fərizəni gördünüz. İlhamı deməli güllələdilər, öldürdülər. Onun Fərizə də onun nişanlısı, həyat yoldaşı idi və özünü öldürməyə məcbur oldu ki, belə faciədən sonra necə yaşaya bilər? Yaşına baxmayaraq, uşağı, böyüyü, qocanı deməli burada